Şah Təhmasib əslində bu qədər böyük dəyər verməyimin səbəbi nədir? Deməli, bir neçə dövlətdən sonra, yəni biz bilirik ki, Azərbaycan Sacıoğulların xanədanı dövründə bütöv olub, Salaroğulları xanədanının dövründə bütöv olub, Böyük Səlcuq İmperatorluğu dövründə bütöv olub, Elxanilər dövründə bütöv olub və bütöv olduğu dövrlərdən biri də məhz Təhmasibdir. Yəni, Təhmasib faktiki olaraq bu, belə deyək də, tarixi mirası götürdü və Azərbaycanı tam birləşdirdi. Deyə bilərsiniz ki, bunu Şah İsmail eləmişdir. Ancaq Şah İsmailin dövründə Şəki və Şirvan hələ tam Səfəvi dövlətinə tabi deyildi. Ondan asılı olan dövlət şəklində idarə edilirdi. Lakin Təhmasibin vaxtında Şəki və Şirvan da vahid Azərbaycan dövlətinin tərkibinə qatıldı və bəylərbəylik sistemi orada tətbiq olundu. Və ondan sonra biz görürük ki, artıq bəylərbəylik olaraq 4 bəylərbəyliyimiz gedir. Şirvan bəylərbəyliyi, Çuxursəhət bəylərbəyliyi, Gəncə və Qarabağ bəylərbəyliyi, bir də ki, Təbriz bəylərbəyliyi. Yəni, bu sistemi Təhmasib birinci dəfə qurub. Ona görə Azərbaycanı bütövləşdirən bir hökmdar. Faktiki olaraq o keçmiş Sovet tarixşünaslığından gələn bir irsdir ki, biz bu cür qəbul edirik ki, güya 20 yaşına qədər Təhmasib... Axı, Səfəvilərin dövlət idarəçilik sistemi, istənilən tamaşaçımız bunu şahiddir ki, Dədə Qorqud dövründə Oğuzların idarə sistemi ilə üst-üstə düşür. Yəni, bunun üçün o qədər də tarixi dərin bilməyə ehtiyac yoxdur. Yəni, ən azından 8-ci sinifdə səhv eləmirəmsə, kitab edərəm, Qorqud keçilir. Və orada görün, Oğuzların idarə sistemi nə cürdür? 9 nəfər ağsaqqal, yəni qocalar, qoca gedir, Uşun qoca və s. Qazılıq qoca. O qocalar, o 9 nəfərlikin qurum var idi, məşvərət şurası. Buna biz divan da deyə bilərik. Bax, həmin o şura fəaliyyət göstərirdi. Və o şura kimlərdən təşkil olunmuşdu? Səfəvi dövlətinə, məsələn, Oruc bəy Bayatda hardasa 32-yə qədər bu cür tayfa adı çəkilir. O tayfaların başçıları həmən qurumda təmsil olunurdu. Şamlı, Rumlu, Ustaçlı, Qacarlı, Qaramanlı, Borçalı, 9 dənə belə tayfa var idi. Hansı ki, o tayfalar ümumiyyətlə Azərbaycan tarixində mühüm rol oynayırdı. Bayatdı, Afşardı, Qacardı. Həmən tayfa başçıları o divanda fəaliyyət göstərirdi. Və hansısa bir Amerika prezidentindən soruşanda ki, Amerikanı idarə etmək üçün nə tələb olunur? Demiş ki, sistem elə qurulub ki, axmağı da onun başına qoysan idarə eləyə bilər. Yəni, Təhmasibin 3 yaşı da olsaydı, yenə həmən o idarəçilik sistemi qüvvəsində qalacaqdı. Sadəcə olaraq, bizdə nədənsə, bu Azərbaycanda qurulan dövlətləri daha çox o İrana bağlayıb, istəyirlər ki, İran nöqteyi nəzərindən izah eləsinlər. Əslində isə bizim dövlətlər tam türk sistemində idarə olunur. Hətta Nadir Şahın taxta çıxmasına fikir verin. Böyük qurultay deyil, Muğan qurultay. Əslində, tarixi mənbələrdə onun adı Gəngəşmək gedir, böyük Gəngəşmək. Yəni, bu türkün idarə sistemi idi. Və Təhmasibin 10 yaşının olması heç də o demək deyil idi ki, o dövlət idarə edilmirdi. Əksinə, yüksək səviyyədə idarə edilirdi. Lakin pis cəhət nədən ibarət idi? Bəzən tayfalar arasındakı çəkişmələr dövləti zəiflədirdi. O dövrdə də, məsələn, Ustaçlı tayfasının, Təkəli tayfasının arasında çəkişmələr var idi. Məhz Təhmasibin böyüklüyü onda oldu ki, bu düşmənçiliyə son qoya bildi. Təhmasibin dövründə 54 il az müddət deyil. Yarım əsr. Yarım əsrdən də çoxdur, yəni. Amma Kərəm müəllim, Təhmasibin dövründə diqqəti ən çox çəkən məsələ Osmanlı ilə olan münasibətlərdir. Məsələn, deyək ki, əgər 2-ci Bəyazid Şah İsmail ilə oğul-ata münasibətlərində idisə və Şah İsmail onu ata, ona oğul deyildisə, heç bir problem yox idi. Artıq Səlimin vaxtında Şah İsmail ilə Səlim məlum oldu ki, belə deyək, pozuluşdular. Və bu pozuluşma davam elədi Təhmasibin dövründə. Osmanlı ilə Təhmasib və yaxud Qanuni Sultan Süleymanla Təhmasib yola gedə bilməzdilərmi? Onların da arasında deyək ki, Avropalılar və yaxud digər qüvvələr vurdu. Bax, yenə mən istər-istəməz, düzdür, bəlkə kimsə bunu nihilizm kimi saya bilər. Yenə o Sovet tarixşünaslığından gələn bir naftalin... Mən istəyirəm, o şeyləri biz dağıdaq. Bir naftalin iyisi qoxuyur. Yalnız nədənsə Osmanlı-Səfəvi münasibətlərindən söhbət gedir. Axı,
Səfəvlərin belə deyək qonşuları təkcə Osmanlı Moskva ilə deyil. münasibətlər var idi, Avropa ilə münasibətlər var idi, aydındır, təbii. Yox, yəni mən birbaşa bunun qonşularını deyirəm, Səfəvlər dövlətinin. Səfəvlər dövlətinin şimal qonşusu o dövrdə Kumuk Şamxanlığı var idi və Təhmasibin anası da Kumuk qızı idi. Ona görə şimaldan elə bir təhlükəsi yox idi Təhmasibin. Əsasən şərq hissədə Özbəklər və Böyük Moğol İmperatorluğu, cənub istiqamətində o dövrdə bilirik ki, Hörmüz limanını Portuqaliyalılar tutmuşdu və buna da vaxtilə Şah İsmayıl şərait yaratmışdı ki, odlu silahla güya Portuqaliyalılar bizi təmin edəcəkdi. Bu bir istiqamətdə bəli Osmanlı idi. Lakin qəribədir ki, istər Şah İsmayıl, istər Təhmasib, istərsə Şah 1-ci Abbas, birinci növbədə həmişə çalışmışdılar ki, şərqdən gələn təhlükəni dəf eləsinlər. Yəni, söhbət o dövrki Özbək xanlığından gedir. O dövrdə Özbək xanı Übeydullah xanı idi. Bəzən qısaldılmış şəkildə Übeyd xan da deyilir. Übeyd xanı idi. Və 1529-cu ildə bir neçə dəfə yürüş eləyəndən sonra Übeydullah xanı məğlub eləyə bilir. Və burada da bəzən çalışırlar ki, dini zəmində nəsə bir təfriqə yaratsınlar. Şiə-sünni məsələsi. Bəli, hətta Übeydullah özündən 100 nəfər müftü də gətirmişdi ki, güya dini mübahisə zad çıxa bilər. Lakin onun o çoxu qoyub qaçmışdı, ondan gələn o 100 alim dediyi adamlar və Übeydullah xan ağır məğlubiyyətə uğramışdı. Yəni, belə deyək, əsas hədəfi Təhmasibin Azərbaycanın ayrılmaz hissəsi sayılan Xorasanı əldən verməməyi idi. Yəni, Xorasan daima bizim üçün, bizlə Özbək xanlığı arasında mübahisə obyekti olub. Düzdür, 1510-cu ildə bu problemi Şah İsmayıl həll elədi Mərv döyüşündə. Sonraki dövrdə isə, yəni bayaq qeyd elədiyiniz kimi, zəiflədiyi bir dövrdə Übeydullah xan tutmuşdu ərazini. 1529-da Özbək problemi həll olundu. Lakin qərbdən gələn təhlükə isə sovuşmamışdı. Onu da deyim ki, dəfələrlə Sultan Süleyman təhrik edici məktublar göndərmişdi. Bəyazıda. Xeyr, birinci Təhmasibə təhrik edici məktublar və məktubların mahiyyəti əsasən sadə dillə desək, gəl dalaşaq idi. Hətta belə bir şey də deyildi ki, atam Səlim xandan, atasına Səlim xan deyildi, atanız Böyük Xaqan İsmail savaşmışlar, biz də onun yolunu davam elətdirək. Yəni, tamaşaçılar üçün daha maraqlı olsun deyə məktubun birbaşa mətnini oxuyaram. Nə üçün sarayıma adam göndərib, öz tabeliyini bizə izhar etmədin, Təhmasibə deyir. Ağlının nöqsanı mənim yaxın vaxtlarda şərq diyarına hücum edəcəyimə səbəb olubdur. Təhqirdir. Çadırımı Azərbaycanda quracam. Sonra da deyir İranda və Turanda. İndi sən gərək öz xanimanın və məmləkətini taraca vermədən tacını başından çıxarıb, əcdadın kimi əyninə kətan parçadan paltar geyərək dərvişlik zaviyəsində əyləşəsən. Fərmanıma cavab göndərib, əgər ərsənsə döyüşə hazır olasan. Açıq-aşkar. Yəni, birbaşa təhrikdir, savaşa təhrik. Onda məni niyə qınayırsınız? 4 dəfə də yürüş eləyib və hətta Təbrizi də tutub, deyək ki, Şirvanı da bir neçə dəfə tutub. Onda niyə deyirsiniz Sovet dövründən qalma? İndi bir balaca, belə deyək də, bir balaca hadisələri qabaqlayıb desək, Sultan Süleymanın bir etirafı var. Azərbaycanı tutmaq nə qədər asandırsa, orada qalmaq bir o qədər çətindir. Çünki o məmləkətin daşı divarı da ox olub adamın sinəsinə batır. Bu mənim sözüm deyil, nə də Səfəvi şahlarının sözü deyil. Və tarixə də mən daima çalışıram ki, obyektiv yanaşım. Elədir. Əslində Kərəm mən, bax, buyurun. Mən üzr istəyirəm, Təhmasibin cavabını oxuyaq. Mən onun, yəni Osmanlı Sultanı nəzərdə tutulur, mən onun məktubuna cavabımda yazdım. Axı iki müsəlman qoşununun bir-birinin qanını tökməyə və onları təhlükə ilə qarşı-qarşıya qoymağa necə fitva verə bilərəm? Atam atanızla müharibə etdiyi zaman ətrafındakı bütün əmr və əskərlər məst olmuşdular. Söhbət Çaldıran döyüşündən gedir. Onlar axşamdan səhərədək şərab içmiş və müharibə əhval-ruhiyyəsində olmamışdılar. O gündən bəri Çaldıran döyüşü barədə söz düşdükdə atamı aldadıb müharibəyə təhrik etdiyi üçün Durmuş xana lənət oxuyuram.
Yəni o Çaldıran döyüşündə Təhmasibi döyüşə təhrik edən Şah İsmayıl. Bəli, Şah İsmayıl. Hansı ki, Şah İsmayıl demiş ki, mən karvan basan quldur deyiləm, səhərsi günü döyüş meydanında döyüşləri. Bilirsiniz, bu müharibənin bir xüsusiyyəti var ki, müharibədə hiylə işlətmək o qüsur gətirmir. Təbii ki. Yəni, Rusların bir atalar sözü var, qalib gələni məhkum etmirlər. Победителей не осуждают. Hiyləgərlik lazımdır. Çox təəssüf ki, gizlilik bizim lazımdır. hökmdarlar Bəli. bunun özünə əksiklik sayıb çox vaxt. O cümlədən O cümlədən Şah İsmayıl. O cümlədən Şah İsmayıl. Kərəm Elə Təhmasibi də o sıraya daxil. Mən başqa bir məktubu xatırlatmaq istəyirəm. O da Təhmasibin belə deyək, xarakterinin açılmasına yəqin ki kömək eləyəcək. Qanuni Sultan Süleymanın oğlu Bəyazit bəyaqları nəyə görə mən bir çaşdım, hətta Bəyazit adı işlədim. Yəni o Bəyazit çox maraqlıdır. Bütün Bəyazitlər Səfəvi hökmdarlarla yola gedirdilər. Və oğul Bəyazit də, Sultan Süleymanın oğlu Bəyazit də qaçdı, gəldi 5 minlik qoşundan sığındı Şah Təhmasibə. Və Qanuni Sultan Süleyman 100 min, yanılmıramsa 100 min para qarşılığında oğlunu təslim etdi. Bilə-bilə ki, onu edam edəcəklər. Və bu xarakterimi açılmağı baxımından nə qədər düzgün. Bax, görürsünüz, biz yenə məsələyə belə deyək də, biraz pafosla yanaşırıq əslində. Unutmayaq ki, axı Amasya sülhü təzə imzalanmışdı. Və bu yeganə sülh idi ki, uzun müddət də olmasa, hər halda Səfəvilərlə Osmanlılar arasında 1514-dən bəri davam edən bir müharibəyə son qoymuşdu. Yəni, Təhmasib əslində o sülhü pozmaq istəmir. Yəni, o para aşıqı deyildi ki. Və hətta belə deyək də, Səfəvilərə öz məhəbbəti ilə seçilməyən bir film də var, o Möhtəşəm Yüzyıl filmi. Möhtəşəm Yüzyıl. Orada da var bu məsələlər. Orada, bəli, o məsələ var. Orada bir dənə də gözəl söhbət var. Bəyazit ilə Təhmasibin müsahibəsində deyir, qarşındakı qardaş qatili yox, koskoca Türk imperatorudur. Yəni, qardaş qatili deyəndə aydın məsələ Təhmasib kimi nəzərdə tutur, Osmanlı Sultanı nəzərdə tutur. Və tamaşaçıların da yəqin ki, əksəriyyəti bunu bilir ki, Sultan Mehmet Fatihdən sonra bir qayda qoyulmuşdu ki, taxta çıxan hökmdar, kim sultan elan edilərdisə, o bir qardaşlarına qaytan göndərərdilər ki, özünüzü edam edin. Ona görə deyir ki, qarşında qardaş qatili yox, koskoca Türk imperatorudur, sözünə bütöv adamdır. Və həqiqətən, görürsünüz, məsələlərə Petrushevskinin nöqteyi nəzərindən, Mehmet Uzun Çarşının tərəfindən baxmayaq, biraz da Təhmasibin öz təzkirəsi ilə baxaq. Axı Təhmasibin təzkirəsindən məsələ tamam başqa cür. Əslində, məsələn, deyək ki, Əlqas Mirzə gəl üsyan qaldırmış sözü 2 dəfə, 3 dəfə onu asmadı, edam eləmədi. Xeyr. Və həbsxanaya saldı və sonra o Məşhədə göndərdi, yanılmıramsa. Bəli, və orada Məşhəddə öldü. Səhvlərdə Qəhqəhə qalasında başa vurdu. Yox, Qəhqəhə qalasındakı Şah İsmayıl idi. Yəni o qala Əlamut idi, Qəhqəhə qalası idi. Onlar elə bilin ki, o zaman Fransanın o məşhur Bastiliya qalası kimi siyasi tustaqları orada saxlayırdılar adətən. Və təşkilədən yanaşanda biz nəyi görürük? Deyir, Bəyazit o qədər özünü yuxarıdan aparmağa başladı ki, onun yanına gələn Səfəvi əyanlarına deyir ki, mənə biət etməlisiniz. Qanuni Sultan Süleyman. Qanuni Sultan Süleymanın oğlu Bəyazit. Bəyazit. Sən qonaqsansa, o mənada. Bəli, sən qonaqsansa, sən özünü, mən Ali Osman nümayəndəsiyəm deyə Ona mən rast gəlməmişəm. Səfəvi əyanına müraciət etmək mi olar? Özü sənin özün qonaqsan. Qonaq yox, sığınmısan hətta. Hələ sığınmısan, qonaq da deyilsən. Görürsünüz, bax, bunu da çox vaxt əyri güzgüdə təqdim eləyirlər. Bu məsələlər də var, təbii. Bəli, yəni mənbələr də deyir ki, on vел себя слишком высокомерным, özünü həddindən artıq lovğa, təkəbbürlü aparırdı ki, mən Ali Osmanam. Ali Osman sən qalaydın atanın yanında, Ali Osmansan. Kərəm, bir məsələ də maraqlıdır. Biz bunu da sizlə dəfələrlə söhbət eləmişik. İndinin özündə belə qızılbaşlıqla şiəliyi qarışıq salırlar. Və Təhmasibin dövründə də çox mürəkkəb idi, belə deyək, dini sahədə vəziyyət. Bu nöqtəvilər var idi. Bu nöqtəvilər yanılmıramsa, Şah İsmayıldan sonra deyirdilər ki, artıq Mehdi Sahibəzzaman elə Təhmasibin özüdür. Və Təhmasib məcbur oldu axırda. Onlardan 400 nəfərini edam elətdirdi ki, məsələ bitsin. İlham bəy, bəzən bax, bu şiəlik məsələsində yanlışlığa yol verilir. Nə mənada yanlışlığa?
ya ümumiyyətlə İslama daxil olmayan bir çox cərəyanların adına şiəlik. Deyirlər, Əlallahlar deyirlər, Bəli, Yoxdəvilər deyirlər. Əlallahlar var, ondan sonra asasinlər var. Onları da az qala deyirlər ki, şiəlikdir. Yəni, belə deyək də, ortodoks İslama əks olan nə varsa deyirlər, bunun hamısı şiəlikdir. Bu düzgün deyil əslində. Məsələn, nizarilikdə, əlallahlıqda, ümumiyyətlə orada İslamla əsər əlaməti yoxdur. Yəni, Quranda olan ehkamlar orada öz əksini tapmır. Digər tərəfdən, nədənsə elə şiəliyin özünü, qızılbaşlının özünü Şah İsmaillə başlayırlar. Düzgün deyil axı bu. Axı şiəlik İsmaildən görün, neçə il əvvəl Ərəbistanın özündə meydana gəlmiş bir cərəyan idi. Yəni, o dövrdə xəvaricilərə bölünürdülər, sonra şiələrə bölünürdülər, bir də ki, Muaviyyə tərəfdarlarına. Yəni, o bölgü o vaxtdan var idi. Hətta İsmailə qədər Misirdə şiə Fatimilər xilafəti var idi. Burada İsmailə nə günahı var ki? Çox vaxt deyir ki, İsmail parçaladı İslamı. Deyirlər, güya siyasi baxımdan güya İsmail işləşir. Amma ona qədər artıq siyasi alət kimi istifadə olunmuşdur. Çoxdan əvvəl, çox əvvəllər. Yəni, dediyim kimi, şiə Fatimilər xilafəti Misirdə. Hətta bəzən onu da deyim ki, onlar xaçırlarla da dostluq edirdilər. Abbasilərə qarşı. Sonra qərmətlər. Bunun İsmailə nə günahı var qərmətlərdə? Siz hər bir millət, hər bir etnos dini qəbul edəndə onu öz inanclarına uyğunlaşdırır. Qızılbaşlıqla o şiəlik xeyli fərqlənir. Ola bilsin, müəyyən kultlarda oxşarlıq var. Amma bunu tam eyniləşdirmək düzgün deyil. Məsələn, əsas Azərbaycan tarixində, bəli, Azərbaycan tarixində, mən özüm ilahiyyatçı deyiləm əslində. Yəni, bir tarixçi nöqteyi nəzərindən baxsaq, o şiəlik kimi nəzərdə tutulan cərəyanın ilk işartılarını dövlət səviyyəsində Hülakülər dövründən başlamaq lazımdır. Yəni, birinci dəfə pulun üstündə Əliyəm Vəliyullah zərb elətdirən Şah İsmail deyildi, Qazan xan idi. Niyə biz onu Qazan xanın adını çəkmirik? Əhməd Təkudarın vaxtından qızılbaşlığa meyil var idi. O da hansı ki, İlxanı hökümdarıdır. Qazan xan onu kimi. Yəni, o Əhl-i Beyt aşiqləri deyirdilər, onlar hələ İlxanilər dövründən var idi. Onu təkcə Səfəvlərə bağlamaq düzgün deyil. Bəzi tarixçilər Şah Təhmasibi, belə deyək, güya həyatının çox böyük hissəsini elə Qəzvində keçirdi. Biraz pasiv şah idi, təşəbbüskar deyildi. Atası kimi, dahi atasından sonra, belə deyək, Şah İsmaildən sonra çox solğun görünürdü. Belə xarakterizə edirlər. Yox, dahilik nəyə deyilir? Əgər dahilik özündən qat-qat güclü olan düşmənə qarşı az qüvvə ilə çıxıb məğlub olub geri çəkilməyə deyilirsə, bu dahilik deyil, təbii ki. Təhmasib bu baxımdan dahi deyildi, tam razıyam. Dırnaq içində. Dırnaq içində. Yəni, adam öz gücünü bilirdi ki, gücü nə qədərdir. Bu bir. İkincisi, necə yəni Qəzvindən çıxmışçı, ən azından Gürcü xronikalarında 4 dəfə indiki Gürcüstan ərazisinə, daha doğrusu Borçalını qorumaq üçün gedib. Ən azı 4 dəfə. 3 dəfə Qarsda olub. Neçə dəfə Vana yürüşdə iştirak edib. Sonra Özbəklər üzərinə gedəndə iştirak edib. Necə yəni bu adam Qəzvində otururdu? Axı kökündən yanlışdır bu şeylər. Qəzvin demişkən, belə deyirlər ki, əslində Təhmasiblə başladı. Deyək ki, sonradan Şah Abbasla davam elədi. Səfəvi xanedanının, Səfəvi dövlətinin farslaşdırılması. Qəzvin bəyən Fars şəhəridir. Köçürülməsi Qəzvindən falan. Təbriz herhalde Təbrizdir, yəni belə. Yox, yəni belə götürək də, Qəzvin bəyən Fars şəhəridir. Qətiyyən. Qəzvin də türk şəhəridir. Nə ehtiyac var? Sadəcə olaraq Təbriz coğrafi baxımdan Osmanlı torpaqlarına yaxın olduğuna görə və itirilmə təhlükəsi böyük olduğuna görə mənbə də yazır ki, barigahını harada inşa elətdirir? Qəzvində. Abbası qınayırlar tutaq ki, İsfahanı. Güya İsfahan coğrafi baxımdan Farsistandır. Farsistan deyil axı. Əgər o dövrün orta əsr tarixi coğrafiyasından baxsaq, daha çox Xorasana uyğun gəlir. Xorasan nə vaxtdan Farsın olub ki? Və yaxud ənənə ilə baxsaq, Şah Abbasa qədər sonuncu dəfə İsfahan hansı dövlətin paytaxtı olub? Böyük Səlcuq İmperatorluğu.
Niyə biz Səfəviləri Böyük Səlcuq imperatorunun varisi kimi qəbul etmirik? Torpaq ərazi baxımından eynidir. Sülalə mənşəcə eynidir. Ərazi də demək olar ki, üst-üstə düşür. Biz sizlə Nadir haqqında söhbət eləmişik və o vaxt mən Nadirlə bağlı danışanda, Şah Nadirlə bağlı danışanda, Lokartda misal gətirəndə siz dediniz ki, indi kimi yadımdadır ki, əslində tək Lokartla bağlı, belə deyək, Lokartı ilişib qalmaq olmaz. Başqa mənbələrdə oxumaq lazımdır. İndi o baxımdan bu məqamda da mən istəyirəm onu sizdən soruşum. Təhmasib idarə etmədə Kərim müəllim daha çox kimlərə üstünlük verirdi? Həmin o adını sadaladığımız o Qızılbaş məşhur Qızılbaş tayfalarına, yoxsa artıq bir qədər belə deyək, Gürcü knyazlarından artıq belə deyək əlaqələr var. Çünki ikinci arvadı yanılmıyorsa birinci xanımı Gürcü qızı idi. Düzdür, əslində onu Gürcü də demək olmaz. Çünki məncə Qıpçaqdılar. Bir də bir söhbət eləmişik. Çünki adları da bunun dayısının adı. Buyurun. Buna görə təəccüb. Bəzən biz Gürcüstan deyəndə bugünkü anlamda Gürcüstan nəzərdə. Elə Gürcü nəzərdə tuturuq, belə deyək. Bu düzgün deyil axı. Son tədqiqatlar nəyi göstərir? Şəxsən mənim araşdırma mövzum budur. Bizim Gürcü qonşularımız həmişə deyirlər ki, ilk dəfə İveriya olub ərazilərində. Bir də Kolxeti, yəni Kolxida. Kolxida haqqında Herodot yazanda deyir ki, Kolxlar Həbəşlərlə eyni idi. Qıvrım saçları var, dərləri qara idi. Deməli, antropoloji cəhətdən bunlar Gürcü deyil. İberiyadan söhbət düşəndə, nədənsə bizim Gürcü qonşularımız İberiyanın sərhədlərini düz gətirib çıxardılar, Strabondan filandan ista çəkərək düz gətirib Azərbaycanın qərb sərhədlərindən çıxardılar. Ancaq tədqiqatlar göstərir ki, İberiya bugünkü İmeretiyadır. Yəni, qərbi Gürcüstandır. Kartlinin İmeretiya və İberiyanın heç bir bağlılığı yoxdur. Və qərbə burası ki, Kartli sözü Qıpçaqlar oraya məskunlaşandan sonra meydana gələn bir termindir, bir coğrafi arealdır. Və o dövrdə Təhmasib indiki Gürcü ilə o Gürcünün arasında fərq yaranacağını bilə bilməzdi. Heç kim özündən sonra 500 illik tarixi görə bilməz. Təbii, əlbəttə. Və o kimisə həyat yoldaşı kimi qəbul eləyirdisə, onu da deyim ki, hələ bu ənənə 2-ci Georgidən başlanmışdı Gürcülər arasında. Sonradan, hətta 4-cü Bağratdan üzübəri Tiflisi idarə edən və Gürcü adlandırılan bütün o hökmdarların hamısı mütləq İslamı qəbul eləmiş adamlar idi. Onun aldığı müsəlman qızı idi. Kərim müəllim, Şah Təhmasibin bir də çox qeyri-adi qabiliyyətlərindən danışırlar. Yəni yazırlar o mənbələrdə var. Məsələn deyirlər onun o 3000 nəfər yasavulu, özünün o xidmətçiləri falanları, hamısının hətta onun bütün belə deyək, indiki dillə desək, bioqrafiyasına kim bilir. Bəli, tərcümə. Qeyri-adi qabiliyyətləri olub yəni. Axı üstəgəl həm də gözəl rəssam olub Təhmasib. Gözəl rəsm əsərləri yaradıb. Təəssüf ki, o əsərləri indi biz tapa bilmirik. Şeirləri falanlar da, qəzəlləri falanlar var yanımda. Ya ola bilsin ki, o əsərlər o Təbriz Miniatür Məktəbi adı altında itif batıb. Amma gözəl rəssam olub Təhmasib eyni zamanda. Və gözəl də siyasətçi olub. Və mən desəm ki, həm də böyük türkçü olub. Bəlkə də türkçüsü olub, onu istəyirəm açıqlayaq. O problem deyil. Yəni yenə təbii ki, ən gözəl şey onların məktublarınadır. Pujaki deyilən sərkərdəsi olub Təhmasibin və özə Dəli Pujaki də deyirdilər ona. O belə bir təklif edir ki, Xotkar, yəni Sultan Süleyman Avropada başı müharibəyə qarşı. Və ona nə cür cavab verir? Həzrəti Xandigarın, yəni Osmanlı sultanlarına deyilirdi, adamları Firəng, yəni Avropa, tərəfə din uğrunda döyüşə getmişlər. Biz onun ölkəsinə getsək, işimiz irəli getməyəcək. Əgər o mənim qardaşımı və uşağımı öldürsə belə, kafirlərlə din uğrunda döyüşə getdiyi üçün onun ölkəsinə getmərəm. Dinimi dünyaya satmaram. Bu, həmin bəlkə də kimsinin rafizm adlandırdığı, nə adlandırdığı Təhmasibin sözləridir. Və mən istəyirəm ki, bu xronoloji cəhətdən danışanda daha aydın olur. Bəli, buyurun. Yəni, adam Sultan Süleymana arxadan zərbə vurmadı. Lakin nə gördü? Qarşılığını nə gördü? Sultaniyə çəkiləndə Sultan Süleymanın ordusu girir, Təbrizi yandırır, hətta deyilinə görə məscidlərdəki taxtaları belə söktülər və yandırdılar.
müsəlman ordusu məscidlərin taxtalarını yandırdı. Və yenə Sultan Süleymandan təhqiramiz məktub gəlir. Artıq Təhmasib bu təhqirlərdən doymuşdu. Ona görə Cavab yazır. və cavab yazır. Cavabı olduğu kimi oxuyuram. Mənə yazdığın yava sözlərinə qarşı bildirirəm ki, adlı sanlı sultanlar və dünya xaqanları heç də mərdliyi, mərdanəliyi, igidliyi və müdrikliyi sənə şamil etmirlər. Oho. Sultan Süleymana yazır. Çünki sən heç vaxt igidlər səfindən olmamısan. Müdriklik və mərdanəlik etməmsən. Həmişə şədəbazlıq və atəşbazlıq edərək üzü çadralı qadınlar kimi qala içərisində oturmuşsan. Vay, vay, vay. Və 300 min namərdi də meydanda məhbus vəziyyətində saxlayaraq, yəni Yeniçəriləri deyil, onların ətrafını zəncirləmsən. Şücaət və igidlik bizə böyük əcdadlarımızdan və atamızdan qalmışdır. Sözlərini deyəndən sonra əks hücuma keçir. Çox təəssüf ki, Təhmasibin bir neçə dəfə Vanı, bir neçə dəfə Qarsı tutması haqqında tarix elmimiz xəsisliklə susur. Yəni Amasya sülhü bağlananda razı idilər ki, bağlandı. Əhlət döyüşündə haqqında susur. Yəni özünüz təsəvvür edin, əgər Osmanlı üstün olmuş olsaydı o dövrdə, təbii ki, mən bunun hansınızsa üstün olmasını istəməzdim də. Bunların sülh şəraitində yaşaması daha yaxşı olardı. Ancaq təəssüf ki, o deyir, söymə nökər atama, söyərəm bəy atana misalı var, belə bir misal var. Amma sən mənim torpağıma hücum edirsən, mən sənə qarşılıq verməyə məcburam. Ona görə də əhlətdə darmadağın elədi Osmanlı ordusu. Və orada yenə tamaşaçılarımızın əksəriyyəti yəqin o Xürrəm Sultan obrazı yadlarında qalıb və Süleymanın qızı. O ikisi məktub göndərirlər. Həmin deməli Təhmasibin o Gürcü dediyiniz qadınına və o məktubda da bildirirdi ki, yəni bunu Həsən bəy Rumlunun Əhsən-ü Təvarixdə olduğu kimi, yəni tamaşaçılara çatdıraq, Sultan Süleyman sülh istəmək qərarına gəldi. Yəni əhlət məğlubiyyətindən sonra Sultan Süleymanın baş hərəmi, yəni Xürrəm Sultan dediyimiz adam və qızı dinin pənahı Şah Təhmasibin yanında hörməti son dərəcə əziz olan Əlahəzrət Şahın bacısı Şahzadə Məhimbanu Sultanım xanıma məktub yazdılar. Onu da deyim ki, birinci məktubu yazmışdılar Təhmasibin həyat yoldaşına, həmən o Gürcü əsilli qadına ki, gəl ərlərimizə deyək, müharibəni dayandırsınlar. Yəni, ərlərimizə deyəndə biri Sultan Süleyman nəzərdir, o birisi Damat Rüstəmi, hansı ki, mənşəcə Xarvat idi, heç Türk də deyildi. Həmin o filmdəki Həmin filmdəki, bəli, həmin filmdəki Rüstəm, hansı ki, bizim tamaşaçılar onu sevmirlər, haqlı olaraq. Çünki adam Xorvat idi, yəni Türk deyildi. Ancaq ara vurmaqla məşğul. Ara vurmaq, axı o məcbur idi, onun genləri onu deyirdi. İki Türkün arasını vurmaq onun borcuydu. Təbii ki, mən də Türk olmasam həmən şey eləyərdim. Yəni Rüstəm Mirzə, Mirzə deyirəm, həmən o Damat Rüstəm, təbii ki, qızılbaşları qırmaqdan zövq alardı. Niyə? Çünki qırdığı türkləri. Onun isə türk deyildi. Əslində bir türk sultanın yanında qulluq eləyirdi. Bir türkün əlindən o birisini qırırdı. Və onun həyat yoldaşı, yəni ikisi müraciət edir ki, ərlərimiz. Biri komandandır, o birisi sultandır. Ki, bu savaşı dayandıraq. Və o zaman Təhmasibin həyat yoldaşının ona orijinal cavabı var. Bizim kişilər qadın sözünə baxmır. Arvadının sözünə baxmır. Daha yaxşı olar ki, bacısına müraciət edin, bəlkə onun sözünə bax. Ona görə Məhimbanu xanıma bunlar müraciət eləmişdilər. Və Məhimbanu xanım da mənbədə yazıldığı kimi, deməli, 4 dənə qızıla tutulmuş Qurani Kərim və namaz qılmaq üçün canamaz xalçalar göndərir. Bir jest kimi. Və müqavilə bağlanandan sonra bunlar arasında çox məsələn, Rodosu tutanda Sultan Süleymana ilk təbrik məktubunu göndərən Təhmasib oldu. Amasya sülhündən sonra. Xeyr, ondan xeyli əvvəl. Təəssüf ki, Süleyman bunu başa düşmür. Bunu qorxaqlıq kimi başa düşürdü. Lakin bu Türk olan Təhmasibin ürəyinin böyüklüyü idi ki, Rodos adasını fəth elədin, orada kafirləri təmizlədi. Eyni məktubları biz sonra görürük, Şah Abbas da yazmışdı elə məktublar.
ki, yəqin bir dəfə də lap lazım şey mümkün olsa, bir dəfə də Şah Abbas haqqında bunun haqqında danışa bilərik. Yəni Osmanlı Sultanını təbrik edir və hətta dırnaq içərisində qardaşcasına incidiyini də bildirir ki, bizə niyə demədiniz, bizim də qılınclarımız kafir qanından suvarlardı. Hətta bu cür Abbasın məktubları var. Çox təəssüf ki, biz bunu gizlədirik çox vaxt. Ona görə mən dedim, o naftalin qoxuyan Sovet tarixşünasdır. Bu şeyləri qabardırır. Güya Fransa ilə Almaniya müharibə etməyiblər. Orta əsrlərdən üzü bəri. 100 illik müharibə olub Avropada. Bəli. 30 illik müharibə bir olub, 100 illik müharibə bir olub, 7 illik müharibə bir olub. Və ən pis müharibələrin ən dəhşətlisi 1-ci, 2-ci Dünya müharibəsi. Bugün o ikisinin arasında Fransa ilə Almaniya əsas səbəbkarlar deyildimi? Və qərbədir. Bəli, indi onlar Avropa Birliyi çatısı altında. Hansı ki, dinləri də fərqlidir, dilləri də fərqlidir, kökləri də fərqlidir. Bir çatı altında vahid Avrodan istifadə eləyir. Həmişə Türkiyə ilə Azərbaycan arasında bax bu düşmənçiliyi soxmağa çalışırlar. Kərəm müəllim, bir də Təhmasib haqqında Venesiya səfirinin bir xatirəsi var. Mən nə vaxt oxumuşdum, indi adı yadımdan çıxıb həmin Venesiya səfirinin. Alexandra belə bir adlı səfir idi. O yazır ki, əslində Təhmasibin bu qədər xalq arasında məşhur olmağının səbəbi onun Əli nəslinə mənsub olması haqqında əhalinin inancından irəli gəlirdi. Və Təhmasib deyək ki, hətta belə deyirlər, qoşununa 14 il güya para verməsə belə, əsgərlər onu çox sevərmişdir. Çünki deyərmişdir ki, bu Əli nəslindəndir. Yəni, nəyi demək istəyirəm? Güya onun bütün o qabiliyyətini bağlayırlar onun şəcərəsi məsələsinə ki, nəsli kökü var Əli nəslindən, ona görə də ona canımız sadaq olsun. Yəni, belə deyək də, orta əsr insanları təbii ki, 21-ci əsr insanları kimi fikirləşmirdilər. Yəni, hökmdarda müəyyən bir müqəddəslik simvolu var idi. Ən adicə, məsələn, Sultan Səlim nəyə görə o xəlifə əmanətlərini özü ilə gətirdi? Ki, buna bir xəlifə kimi baxılsın. Təbii ki, bu Səfəvi şahlarında da belə idi. Yəni, Səfəvi şahları eyni zamanda o dövrdəki qızılbaşların təkcə dünyəvi lideri yox, həm də dini lideri kimi qəbul edilir. Ona görə və Təhmasib də, bilirik ki, Təhmasibdən əvvəlkilər də öz soylarını daima çalışırdılar ki, imamlarla bağlasınlar. Yəni, bu orta əsrlər üçün təbii bir hadisədir. Hətta Marksizm, Leninizmin, yəni bu materializmin ən böyük dayaqlarından olan, üzr istəyirəm, Engels belə etiraf edir ki, orta əsrlər dövründəki bütün hərəkatlar dini bayraq altında aparılır, dini don geydirlərək aparılır. Başqa yolu da yox. Burada qeyri-adi bir şey axtarmaq lazım deyil. Başqa yolu da yox idi. Ancaq biz söhbətimizin əvvəlində bir söz işlətdik, türkçülük məsələsində. Yəni, bugünkü türkçünün çata bilmədiyi bir səviyyə Təhmasib çatmışdır. Verilişin adını niyə elə dediniz ki, elə yazaq? Sizin təklifiniz bəli, 3 hilal dedik. Niyə elə dediniz? Ona görə ki, yenə onun deməli öz təzkirəsinə müraciət eləsək, olduğu kimi oxuyuram təzkirədən. Buyurun. Gördüm ki, bir ay göyün ortasında durubdur. Yuxuda yəqin ki. Yuxuda. Eyni zamanda başqa bir ay da şərq tərəfdən, digəri qərb tərəfdən göründü. Qərb tərəfdə görünən ay çox böyük, şərq tərəfdən görünən isə kiçik idi. Bir nəfər nurani şəxs dayanıb mənə deyir ki, qərbdəki ay Xandigar, yəni Osmanlı Sultanı, şərqdəki ay Özbək Übeyd və ortadakı ay sənsən. Yəni, bu üç dövlətin üçünün də, axı bu hilal dediyimiz, bunu bütün Rus tarixşünaslığı da təsdiq edir və Rus tarixşünaslığını belə deyək də, patriarxlarından olan Bartok da deyir ki, aypara simvolu ancaq türklərə xasdır. Niyə? Çünki istər Əməvlər, istər Abbasilərdə aypara olmuyor. Aypara ancaq bizim, yəni Səlcuqlardan sonra meydana gəldi. Hətta o qartalın ortasında aypara şəkli olur. Həmin aypara Səfəvilər dövlətində süslüyürdü. Həmin aypara Osmanlı dövlətində süslüyürdü. Və görün insandakı türkçülük duyğusuna ki, Özbəyi də özündən sayır, özünü də hilal sayır Osmanlıda. Və 3 hilal türkçülükdə birlik simvoludur. Təhmasib bunu istəyir. Kərəm müəllim, Şah İsmail öz dövründə sənət adamlarını,
belə deyək, şairləri, rəssamları çox sevərdi və onları həmişə himayə eləyərdi. Təhmasib haqqında da demək olar. Yəni həmin o adamlar Kəmaləddin Behzad, Sultan Məhəmməd, Qaşani, bəli, bu sarayda yaşayıblar onlar. Məsələn, Sultaniyədə nə qədər təmir edir. Hətta öz ölkəsi bir yana qalsın. Süleymaniyyə məscidi tikiləndə, indiki İstanbulda, onun bütün xalçaları Təbrizdən getməkdir. Hədiyyə kimi. Bəli, Təhmasib hədiyyə olaraq göndərmişdi ki, möminlər üstündə namaz qılsın. Ona görə də daha yaxşı olar ki, məsələn, İstanbula gələn turisti, bizim Türkiyəli qardaşlarımız o məscidi göstərən desin ki, bax, bu da bizə qardaş Səfəvi dövlətinin hökmdarının hədiyyəsidir. Təbii. Nəinki kuklu yoxsayan bir şey var, göstərək ki, bu İsmailin taxtıdır, İran hökmdarının taxtıdır, biz qənimət kimi gətirmişik. Yəni, orada da yanlışlıq var. Haqlısınız. Amma adamın üstü Allah var. Doğrudan da Təhmasib hakimiyyətə gələndə vergiləri, hətta mən eşitdiyimə görə, oxuduğuma görə rəiyyətin vergilərini 10-20 il ərzində rəiyyətdən vergi aldırmayıb. Hətta tamğa vergisini, hansı ki Monqollar dövründən tətbiq edilirdi, Təhmasib ləğv elətdirdi. Tamğa vergisi sənətkarlardan, tacirlərdən alınırdı. Təsəvvür edirsiniz o verginin alınması ölkədə ticarətin, ölkədə sənətkarlığın nə qədər çəklənməsinə gətirib çıxardı. Elədir. Axı, niyə biz unuduruq ki, o dövrdə nə qədər bizim şairlər pleyadası var? Hamısı Təhmasib dövrü, yəni 16-cı əsr bizim poeziyamızın ən qızıl dövrlərindən biridir və türkcə yaranan şeirlərin zirvə nöqtəsi. Və başqa bir türk dövləti haqqında demək istəyərdim. Böyük Moğollar, yəni özbəklərdən də biz bilirik ki, şərq tərəfdə Böyük Moğol imperatorluğu var idi. Və o imperatorluğun nümayəndəsi Hümayun daima kömək üçün Təhmasibə müraciət edərdilər. Düzdür, sonradan Qəndahar üstündə mübahisə çıxsa da, hər halda bu iki dövlət qardaşcasına münasibət bəsləyirdilər. Gediş-gəliş var idi. Hətta o dövr rəssamın çəkdiyi şəkil də var. Təhmasiblə Hümayun Şahın görüşü. Gələm, bayaqları Nadiri xatırladıq. Lokart sonunda Nadirin həyatının sonlarına yaxın yazır ki, artıq Nadir son vaxtlarda həddindən artıq aqressiv olmuşdu və ağrılar ona imkan vermirdi və o bütün bu ağrılarını deyək ki, ram eləmək üçün bir də görürsünüz, çox qeyri-adi belə bir hərəkətlər eləyirdi filan. Təhmasibin həyatının belə deyək, sonuna yox, məsələn, oğlu İsmaili nəyə görə deyək ki, həbs eləməli idi və qəhqəhə qalasında saxlamalı idi 20 il. Nəyə lazım idi deyək ki? Sanki elə bil, yenə də Qanuni Sultan Süleyman kimi oğlu Mustafanı necə öldürür və yaxud Bəyazıdı necə öldürür? Eyni, amma bu öldürmür, bu salır qalaya. Nəyə görə? Özdə ona Dəli İsmail deyirdilər. Çünki çox belə Osmanlılarla döyüşdə çox şücaətlər göstərib. Bax, görürsünüz, yenə də o... Yenə Sovet dövrü. Yox, bu təkcə Sovet dövrü deyil. Avropa mərkəzçilik deyilən var bir cərəyan var. Güya Avropa hökmdarlarının hamısı ideal olub. Biz özümüzdən danışırıq. Mən istəyirəm özümüzdən danışırıq. Yəni, bir müqayisə də lazımdır. Hansı Rus tarixçisi İvan Grozny qınıyır ki, o öz oğlunu öldürüb? Hansı Rus tarixçisi Pyotr qınıyır ki, yeganə oğlunu astırıb? Döyə-döyə də öldürtdürüb. Biz o saat yapışırıq burada. Hansı Rus tarixçisi yazır ki, Pyotr içib boğulub şeydə, Neva çayında, piyanıymış, sərxoş halda boğulu verib. Güya İvan Grozny qocalana yaxın çox ağıllı idi. Və yaxud Fransız kralı Ludovik bataqlıqdakı qurbağaları qırdırtdırmışdı ki, gecələr yatanda onların səsi mənə yatmağa mane olur. Çox ağıllıymış. Niyə onlar dilə gətirilmir də dövlətinin möhkəmliyi uğrunda oğlunu gözündən məhrum edən dövlətçilik naminə nadir tiran sayılır. Ancaq onlar ağıllı hökmdar sayılır. Görürsün. Yox, məntiq olaraq... Əgər dövlətin marağı tələb eləyirsə, doğma övladına da aradan götürmək olar. Əgər dövlətin marağı bunu tələb eləyirsə, Təhmasib də dövlət marağının xatirini elədi onu. Bəli, İsmail cəsur döyüşçü idi. Dəfələrlə Osmanlı üzərində Van ətrafındakı qələbə qazanmasında böyük xidmətləri olmuşdu.
Ancaq müəyyən hərəkət. Amma istənilən halda yenə Təhmasibdən sonra hakimiyyətə gələn İsmail oldu. Ona biz gələcəyik, o olaylara biz gələcəyik. Yəni demək istəyirəm ki, yenə də bax sizin sözünüzün qüvvəti Təhmasib Sultan Süleymandan və digər Türk Osmanlı sultanlarından fərqli olaraq öldürmədi. Onlar düzdür, qanı tökülmədən öldürüldü, amma bu heç öldürmədi, həbsxanaya salırdı. Yox, biz siz bir xüsusiyyət dediyimdə Səfəvi dövlətinin bir xüsusiyyəti olub, ümumiyyətlə xanədan olaraq. Yəni təkcə hakim sülalə yox, xanədanlıq dövründə də bir xüsusiyyət var idi ki, mütləqa vəliəhd türk qızından doğulan uşaq olmalı idi. Mütləq. Və məsələn, Təhmasibin anası dediyimiz kimi Kumuk qızıdır, təmiz türkdür. Yəni İsmailin anası. Bəli. Yəni ikinci İsmailin anası. İkinci İsmailin, bəli. Sonra amma Heydərin anası Heydərin anası Gürcü idi. Hətta Heydərin anası o qədər arxayini ki, Təhmasib öləndən sonra Təhmasibin qılıncını onun belinə qurşamışdı. Tacını başına qoymuş. Əslində qadının belə deyək, fətvasına gedir Heydərdə belə. Sonradan da arvad paltarında qaçdı sarayda. Hərəm xan. Ona biz gələcək, o hadisəyə gələcək biz. Amma İsmail taxta çıxdı. Elədir. Eləcə də sonrakı mərhələlərdə daima buna riayət edilməsinə çalışılıb. Ancaq Osmanlı sarayında bu yox idi. Və hətta mənbələr də göstərir ki, 36 sultanla 34-ünün anası türk qızı olmuyor. Amma Səfəvi xanədanında bu məsələyə o qədər diqqət yetirilirdi. Axı Şah İsmailin anası təmiz türk qızı deyildi. Yəni anası Bizanslı idi belə deyək. Trabzon imperatorunun belə deyək nəvəsi idi. Ona görə İsmail heç öz anasını südlənməyə qoymadılar. İki dənə süd anası vardı İsmailin, biri içəri şəhərdən idi, o birisi Borçalıdan idi. Təmiz türk qanlı qadınların südünü əmizdirdilər ona. Belə bir şey o vaxt Qızıl Ordada da baş vermişdi. Yəni Monqol ulusları yarananda biz bilirik ki, Cuçinin oğlu Bərkə. Bərkənin də yenə anası türk qızı döyüldü. Buna müxtəlif qadına təklif olunur. Ancaq müsəlman türk qadının südünü əmir. Elə də Qızıl Ordada o İslam dinini qəbul etdirib möhkəmlədən Bərkə xan oldu. Məhz o südünün hesabını belə deyək. Bəlkə indi bizə qulaq asan tamaşaçıların içərisində həkimlər də var. Məncə onlar da razılaşar ki, türk ümumiyyətlə də bu süd istər türklərdə, istər qeyri-türklərdə bir genetik ötürücü. Uşağın əmdiyi süd, ana döşündən əmdiyi süd. Bəli, ana südü. Ona görə bizim mifologiyada, dastanlarımızda nahaq yerə hətta divə and içdirəndə anasının südünə and içdirirlər. Ana südünə and içmək bu çox böyük anddır. Görür orada da hansısa bir genetik kodlar var. Təbii, əlbəttə var. Yəni bizim unutduğumuz ola bilsin informasiyalar var orada. Sadəcə olaraq indi biz onu belə yəni yenə deyirəm, yəqin həkimlər də bunu deyirlər ki, mütləq orada bir genetik kod var. Elədir. Əmdiyim süd haqqı bu ən böyük anddır. Elədir. Kərəm müəllim, Təhmasibin həyatının sonuna yaxın belə deyək, hələ ölüm yatağında olarkən artıq Səfəvi xanədanında Qızılbaş tayfaları arasında yenidən çəkişmələr başladı. Belə bir fikir mən sadəcə olaraq deyirəm. Deməli möhkəm qurulmayıbmış. Niyə görə çəkişmələr başladı? Çünki hələ ölüm yatağı 2 dəfə, 3 dəfə məncə həyatının sonuna yaxın 2-3 dəfə xəstələnir, çox ağır xəstələnir. Birində qurtulur, o birisində artıq qurtula bilmir və siz bax yenə o nədənsə bunu yazanda bir şey. Elə 2 yerə bölünübmüş güya Qızılbaş tayfaları. Şiddətləndirmə əmsalı qoyulur bunların içərisində sanki pusat dağılırdı. Dağılan bir dövlət 1501-dən 1736-ya qədər davam edə bilər. Bax, Abbası çox vaxt qınayırıq ki, Abbas İran dövləti eləmədi. Abbas o tayfa prinsipi ki var idi. Onu aradan götürdü. O prinsip aradan götürdü. Yəni, Abbasa qədər qayda belə idi ki, tayfa başçılığı irsən ötürülürdü. Abbas onu ləğv elədi. Tayfa başçılarını özü təyin elədi. Şah qarşısında qulluğuna görə. Ona görə də ayrı-ayrı tayfaların narazılığı bu adi haldır. Güya Osmanlıda az yeniçərimi qiyam olub. Patrona Xəlil üsyanı olmayıb bu. Nə qədər üsyanlar Qaramanlıda olmayıb bu. Yazıcıoğlu üsyanı olmayıb bu. Olub. Güya Rusiyada Strelets qiyamı olmayıb bu. Olub. Güya Fransada Qugenotların üsyanı olmayıb bu. Fransa dövlət dağılmadı ki. Biz nədən sözümüz haqqında danışırıq? Bunu az qala böyük bir faciə eləyirik. Təbii ki, o tayfa başları arasında çəkişmə var idi. Bu demək deyil ki, dövləti məhv elədi, zəiflətdi.
Amma hər halda 1576-cı ilin 14 may o qanlı qırğınına gətirib çıxartdı. Deyək ki, bax o Heydərin qətli, İsmailin Qəhqəhə qalasından çıxandan sonra Heydərin tərəfdarlarını qətl eləməsi. Yəni qanlı bir belə deyək, qarşıdurma oldu. Nə qədər insan öldürülə bilərdi? Allah bilmərəm ki, o dövrdə yaşamamışam. Bilirsiniz, maksimum o cür şeylərdə 30-40 nəfər öldürülürdü. Niyə? Çünki Abbasın o vaxt 114 nəfər qızılbaş əyanını öldürməsini çox böyük heyrətlə yazırlar. 114 nəfər. Strelets qiyamında Pyotr nə qədər adam öldürtdürdü. Bütöv polku ləğv elətdirdi. Strelets polk idi. Yəni o muşketlə silahlanmış birinci dəfə odlu silahlı. O bütün o korpusu məhv elədi. Onu ötəri keçir ruslar üstünə keçir, nə olasın, dövlət də içində oldu. Həmən biz 30-40 adamın öldürməsi belə böyük faciəli ki, qan düşdü, nə bilim, nə oldu. Bilirsiniz, ona görə də nə yaxşı ki, şərqdə vətəndaş müharibəsi olmuyor. O bir ölkələrə baxın, Fransada gör neçə dəfə inqilab olur. Böyük Fransa burjuva inqilabı, Brumer çevrilişi, Termidor çevrilişi, ondan sonra 1848-də bir inqilab, 1870-də bir inqilab. Nədənsə onlar belə şey saymır. Həmə biz iki tayfa arasında çəkişmə və taxta kimsə çıxması var, bir 15-20 adamın öldürməsini, vay aman bu qırğın oldu. Öyle qırğın deyil ki. Aydındır. Kərəm Təhmasib özündən sonra ikinci İsmail gəldi taxta və artıq yenə də siz deyən kimi 18-ci əsrə qədər davam elədi Səfəvi xanədanı. Təhmasib nə qoydu? Bir dənə də qaydaq bu məsələlər. Təhmasib nəyi qoydu? Sonrakı Səfəvilərin inkişafı üçün, Səfəvilərin davam eləməsi üçün, mövcudiyyatı üçün və Təhmasibin düzdür, tarixi şəxsiyyət haqqında hərdən deyirlər ki, səhv düz cəhəti. Düz cəhəti nə idi və səhvi nə idi? Vallahi, belə deyək də, ölülər etiraz edə bilmir. Ona görə də onlar haqqında nə pis, nə yaxşı söyləmək o qədər düzgün deyil. Ən azından onun etdiyi hərəkətlərə qiymət vermək olar. Təbii, əlbəttə. Onu da çalışaq öz dövründən qiymət verək. Bayaq qeyd edildiyi kimi, rəiyyətin xeyli vergilərdən azad elədi, bu bir. Bəli. İkincisi, tamğa vergisindən tacirləri və sənətkarları azad elədi, bu iki. Üçüncüsü, Azərbaycanı vahid dövlət şəklində birləşdirdi. Ən böyük işi də bu oldu. Ən böyük işi. Yəni ona qədər görün, Şirvanşahlar neçə dəfə öldü, dirildi, Şəki birləşdirdi. Bəli, Şəki hakimliyini birləşdirdi. Və ən mühümü, siz Təhmasibin vaxtında artıq Tiflis valiliyi adlanmağa başladı. Gürcüstan sözü artıq işlənmirdi. Tiflis valiliyi və Tiflis valisi hökmən Ağcaqalada oturan Borçalı hakiminin itaəti altındaydı. Bunu birinci dəfə Təhmasib tətbiq edir. Bundan da böyük ictimai siyasi xadim ola bilərmi? Elədir. Çox sağ olun. Minnətdaram sizə. Sağ olun. Siz AFA televiziyasının